Hazırlıq səviyyəsini təşkillə nail olmaq nədir? Bir-birinə yaxın, Bəli, bərabər imkanların yaradılmasıdır. Müəllim, belə deyək də, cross qaçışları hansı hərəkət qabiliyyəti inkişaf elətdirirdi? dözümlülük, Atletikada yeganə komandalı idman növünə hesab olunurdu. estafet Hesab olunurdu, bəli. Yaxşı, müəllim, zal şərt olaraq neçə hissədən ibarət idi? Zal, 9. 9. Qövs formasında bədənin maksimal arxaya əyilməsinə adlanırdı. Körpü vəziyyəti, Körpü vəziyyəti hansı hərəkət qabiliyyəti inkişaf elətdirirdi? bədən əyilmə qabiliyyəti, Qadın idman gimnastikasında olan dayaqlı tullanmanın yerdən hündürlüyü nə qədərdir? dayaqlı tullanmanın 1.25. 1.25-dir, bəli. Hadisə və obyektin mahiyyətini dərk etmək nə adlanırdı? necə? Hadisə və obyektin mahiyyətini dərk etmək nə adlanırdı? Düşüncə, Düşüncədir. Belə deyək də, müəllim, insanın şuurlu səyinin məhsulu olan iradə diqqəti yoxsa qeyri-iradidir? iradə, İradə diqqət olacaqdır. Xarici qıcıqlandırıcı təsirlər altında baş verən iradədir, qeyri-iradədir. iradə, İradə olacaqdır. Enerji yaratmaq sağlam sinir sistemi və qida sistemi. Müəllim, o qeyri-iradi. Belə qıcıqlandırıcı təsir qeyri-iradi, üzr istəyirəm. nə dediniz? Enerji yaratmaq sağlam sinir sistemi və qida sistemi. Hansı vitamindir? Enerji yaratmaq, Sağlam sinir sistemi. B2 danam, riboflavin. B2-dir, riboflavindir, bəli. İnsan dayandıqda və hərəkət etdiyi zaman bədən vəziyyəti nə adlanırdı? Rəhmət, Əzələnin yığılması nə idi? Nə adlanırdı? müdəllis, Təqəllüs adlanırdı. Yaxşı, təqəllüs neçə yerə bölünürdü? 2 yerə, Hansılardı? iradi, qeyri-iradi. Yox, ləng bir də sürətli. Nə sürət? Sürətli özü neçə yerə bölünürdü? Sual verilənlər nə olur, əlini aşağı salsın. Sürətli 3 yerə. Sürətli xeyr 2 yerə. Dözümlü bir də nə? Dözümsüz. Dözümlü, dözümsüz. Məşğul olanların yerinə yetirdiyi hərəkətlərin miqdarı və miqdarı ilə xarakteriz olunan nədir? Miqdarı, Fiziki yük. fizik. Bəli. Yerinə yetirilən hərəkətlərin miqdarı da sərf olunan vaxtı kilometrdir. Bu həcmdir yoxsa intensivlikdir? Həcmdir. Həcmdir. Ölçülə bilən subyekt göstəricilərdir yoxsa obyekt göstəricilərdir? Subyekt. Yuxudur, iştahdır, əhval-ruhiyyədir. Bunlar subyekt göstəricilərdir yoxsa obyekt? Subyektdir, obyekt ölçüləsi, yəni ölçülər. Yəni subyekt göstəricilərin nələrdir sən? Yuxu, iştah, Əhval-ruhiyyə. Bunlar nələrdir? Subyekt göstəriciləri.